Azərbaycanda orta məktəbdə oxuyarkən ailəsi ilə birlikdə Çexiyaya köçən Yusif Fərəcov bir neçə il milli mətbəximizi yerli cəmiyyətə tanıdı. Daha sonra işini dəyişsə də, ölkəmizi bu sarıdan tanıtmaq hələ də onun maraq dairəsindədir. 36 yaşım var və 23 ildə artıq Çexiyada yaşayıram. Yəni dediyim kimi 13 yaşından artıq buradayam. 8-ci sinifə ilk dəfə Ailəniz köçüb gəlib? Bəli, ailəm köçübdür. Ailəmlə bərabər mən də bura köçmüşəm və 8-ci sinifdən burada yaşayıram. Məktəbdə və yəni sinif yoldaşlarıma, dostlarıma deyəndə ki, Azərbaycanlıyam, İlk dəfə heç kim bilmirdi nə hardadır. Biri deyirdi Afrikadadır, biri deyirdi filan yerdədir. Heç kim bilmirdi Azərbaycan haqqında, Azərbaycan ümumiyyətlə harda yerləşir bilmirdi. Mənə də biraz çox hələ uşaq olduğuma görə də yəqin ki, çox təsir eləyirdi. Və ona görə məhz elə 13 yaşımdan çalışmışam Azərbaycan haqqında danışım. Azərbaycan mədəniyyətinə, Azərbaycan kulturasına, Azərbaycan coğrafiyasına biraz Çexlərə tanıtdıram. Hətta məktəbdə də cürbəcür seminarlar keçirmişəm. İndiyənə kimi hətta bu yaxınlarda öz orta məktəbimə baş çəkəndə görmüşəm ki, orada yəni ikinci mərtəbədə divarda o tarixi, yəni studentlər haqqında, məlumat haqqında mən həmən o Azərbaycan haqqında yazdığım seminarlardan bir hissələr qoyulubdu. Biznesə necə başladınız? Azərbaycan restoranlarını necə açdınız? Adın Azərbaycan adları qoymusunuz. Bundan danışın bizə. Ümumiyyətlə, yəni mən mətbəx sevən bir adamam. Özüm yemək bişirməyi də xoşlayan bir adamam. O vaxtları elə fikirləşirdim, nə cür Azərbaycanı tanıtıra bilərəm, yaxınlaşdıra bilərəm Çexlərə. Dediyim kimi, sevdiyim iş o mətbəx olduğuna görə ilk dəfə 2010-cu ildə Azərbaycan restoranını burada Praqada açdım, Praqa 5-də. Azərbaycan restoranı adı Buta idi. Bütün Azərbaycan yəni milli mətbəxləri, kababdan tutmuş bizim armudu stəkan, hətta bir hissəsində bizim cürbəcür Azərbaycan mədəniyyətinə uyğun, adət-ənənəsinə uyğun cürbəcür, yəni suvenirlər və s. qurmuşdum. 2010-cu ildən hardasa 3 ilə yaxın işlətdim restoranı. Sonra təəssüflər olsun ki, bəzi faktorlara görə bağlayası oldum restoranı. Çünki deməli həmin o obyekt mən kirayə götürmüşdüm, obyekt satıldı və ona görə də obyekti bağlayası oldum. İkinci restoranı bəli, Praqada yox, Praqanın, Çexiyanın Avstriya ilə sərhədində olan bir kurort bir zona var. Orada bir otelin ərzində bir restoran kirayə götürmüşdüm. Orada da Azərbaycan mətbəxini yəni verdi. Orada da kabab, bizim dolma, aş və s. yəni cızbızdan tutmuş xaşa kimi bütün xörəkləri verdi. Adı Leyla idi. Elə böyük bir kompleks idi. Bəs bizim yeməklərə burada tələbat var idimi? Gəlirdilərmi? Bilirsiniz, Çexlər elə millətdir ki, bizdə Azərbaycanda yeni bir yemək açılanda, yeni bir restoran açılanda hamı ilk növbədə qaçır onun dadına baxmağa. Çexlər, hətta Avropalılar biraz başqa cür millətdirlər. Onlar elə adi məşhur olan sushi, Yaponiyanın sushisi hardasa bir 10 ildir burada biraz məşhur olubdur. Yəni o 20-30 ildir yavaş. Onlar biraz nətər deyim sizə, qorxmaq səhv olardı demək. Yəni bilmədiyi şeyə dadına baxmaq istəmirlər. Ehtiyat edirlər. Bəli, ehtiyat edirlər. Ona görə mən hətta ilk dəfə açanda Azərbaycan restoranını həmin o 2010-cu ildə mən hiss eləyirdim ki, bizim reklamımız var idi, menümüz, xörəklərin şəkilləri var idi. Çoxsu gəlirdi, baxırdı, başa düşmürdü, gedirdi, deyirdi gözəldir, amma qorxurdu, yəni ehtiyat eləyirdi dadına baxmağa. Amma o vaxtları da elə bizim səfirliyimiz mənə çox dəstək oldu. Çex məmurları və Çex diplomatlarını ora çağırırdı və onlar ilk dəfə dadına baxanda bizim yeməyi, ondan sonra başa düşürdülər, hətta başa düşmürdülər nə cür dadlı bir yeməklərdir. Və onlar da öz dostlarını, öz tanışlarını yavaş-yavaş çağırırdılar. Bəs məhz belə tanıtdırırdıq yəni bizim xörəyimizi. Amma belə adi Çex bilmədiyi şeyi ehtiyat edir. İndi nə işlə məşğulsuz? İndi hal-hazırda öz şirkətim var, telekommunikasiya işindən məşğulam. Biraz restoran işindən ayrılmışam. O demək deyil ki, qayıtmaq istəmirəm ona. Mənim
ən böyük arzum odur ki, Çexiyada belə möhtəşəm bir Praqada möhtəşəm bir yerdə, möhtəşəm bir restoranı açmaq, yenə də bu işə qayıtmaq, yenə də çexlərə bizim mədəniyyətimizi, bizim mətbəximizi yaxınlaşdırmaq. Amma hal-hazırdakı gördüyüm iş biraz tam başqa bir işdir. Yəni bu sərt keçidi niyə elədiniz? Sərt keçidim. Mənim son illər Covid oldu. Öz işimi biraz dəyişdirəsi oldum. Başqa yeni bir şeylərə tanıdım, oxudum və yeni bir şeylərə keçdim. O restoran işlərini mən həmişə görmüşəm paralel olaraq. Mən əsas işim deyildi. Mənim hobbi kimi işim idi. Belə mən ən çox turizm işinlə məşğul olmuşam. Yəni hələ məsələn Azərbaycan, keçmiş SNQ dövlətlərindən Çexiyaya turistləri gətirmişəm və yerləşdirmişəm. Demək istədiyim odur ki, restoran işi həmişə paralel iş olub, hobbi kimi olubdur.